BYD ilə ilk günümüz necə keçdi? İlk öncə yağın dəyişmək üçün gəldim yağ dəyişmə mərkəzinə. MSOY 020 məsləhət gördülər. Siz hansı yağdan istifadə edirsiniz? Zəhmət olmasa məsləhət verməyinizi xahiş edirəm. Yağımızı dəyişəndən sonra mağazamıza gəldik. Burada da sırf elektriklə işləyən Nissan yaxınlaşdı yanımıza. Yoxladıq, baxdıq, akkumulyator xarab olduğuna görə yenisi ilə əvəz etdik. Sonra 2 dənə sifarişimiz çıxdı. Balaxandan və Şamaxınkadan. Akkumulyatorları burada götürdüm, gətirdim maşına qoydum. BYD ilə ilk sifarişimizi aparacağıq. Xeyirli uğurlu olsun. Balaxanaya gəldik. Bizdə Batin istənilən vana çatdırma, quraşdırma pulsuzdur. Maşınımız Opel Vectra idi. Yeni akkumulyatora quraşdırdıq, zəmanətini yazdıq. Gəldik Şamaxınkaya. Yolda gördüm ki, Vastavkanın qabağını xətt deyirlər. Bunu gecə eləməkləri daha məsləhətli olar məncə. Camaat əziyyət çəkdi. Şamaxınkada maşınımız Opel Zafra idi. Akkumulyatorunu quraşdırdıq. Köhnə akkumulyatorunu götürdük, gəldik mağazaya. Bu köhnə akkumulyatorlarda metalma veririk. Sonra maşını 50 qəpiyə gətirdim bir dənə yumaq üçün. Qardaşlar, bu maşının necə zaryadkaya taxırlar? Harda taxırsınız? Neçə gündən bir taxırsınız? Yəni məsləhət verməyinizi istəyirəm. Fevral ayında bu havalar bizim işimizə pis təsir edir. Yəni bu havalarda akkumulyator satmaq bir çətin olur. Bu da bizim əməkdaşlarımızdır. İşsizlikdən dəli olublar. Fevral ayında deyirlər ki, hamıda işlər zəifdir. Sizə işlər necədir? Zəhmət olmasa yazın. Məstanımız da əzün yürür burada, həmişə təmizlikdir. İş olmadığı üçün evə qayıtmaq istəyirəm. Oğlum bu maşını görməyib, təzə maşını görsün, oynasın deyə. Evə gələn kimi ilk öncə onun maşını əyləşdirirəm, baxır, əylənir, xoşuna gəlir maşın. Sonra dedim ki, götürüm səni, telefonunu biraz gəzdirim şəhərdə, havası da dəyişsin uşağı. Allah bütün övladları qorusun. Havada biraz yaxşı oynayır, bu oynadı, yoruldu, yatdı. Axşam oldu, evə tərəf qayıtdı. BYD sizdə necə maşındır?